Bir zamanlar qədim Babildə Arkad adlı çox varlı bir adam yaşayırdı. Onun var-dövlətinin şanı hər yerə səs salmışdı. Gənclik illərinin dostları onun yanına gəlib soruşurdular. Arkad, sən bizdən bəxtəvərsən. Sən Babilin ən zəngin adamı olmusan. Biz isə həyatda qalmaq üçün dəridən qabıqdan çıxırıq. Sən ən gözəl libaslar geyinib, ən nadir nemətləri dadarkən, biz və bizim ailələrimiz nə gəldi geyinib, tapa bilmədiyimiz azuqə ilə kifayətlənməli oluruq. Axı biz bir vaxtlar bərabər idik. Biz eyni müəllimlərdən dərs almışıq. Biz eyni oyunları oynamışıq. Sən təhsildə də, oyunda da bizdən üstün deyilsən. Nə bizdən artıq zəhmət çəkmisən, nə də işin bizimkindən ağır olub. Onda həyatın bütün imkanlarından faydalanmaq üçün dəyişkən uğur nə üçün məhz səni seçib və bizə heç fikir verməyib? Arkad isə onlara belə etiraz edir. Əgər siz gəncliyimizin üzərindən keçən bu qədər illər ərzində yalnız öz kasıb dolanışığınız üçün qazanmısınızsa, bu ancaq ona görədir ki, siz ya var-dövlət qazanmağı idarə edən qanunlardan xəbərsiz olmusunuz, ya da bilib əməl etməlisiniz. Gəncliyimdə mən o qədər yaxşı şeylər görmüşəm ki, onlar xoşbəxtlik və rifah gətirə bilərdilər. Və mən anladım ki, yalnız zənginlik onları əldə etməyə kömək edəcək. Varlı olmaq böyük qüvvədir. Onun sayəsində çox şey etmək mümkün olur. Mən bütün bunları anlayanda belə qərara gəldim ki, bu dünyəvi nemətlərdən payıma düşəni almalıyam. Mən bir kənarda dayanıb, digərlərinin həyatdan necə zövq aldıqlarını izləmək istəmirdim. O ki qaldı biliyə, məyər bizim müdrik müəllimimiz bizə deməyibmi ki, o iki cür olur. Birini biz məktəbdə qazanıb yadda saxlayırıq, digəri isə bilmədiyimizi haradasa axtarıb tapmağa bizə işarə edən təcrübədən irəli gəlir. Mən varlanmanın yolunu onda axtarıb tapdım ki, öz tərəfimdən qazanılmış bütün pulların yarısını elə mənim özümə məxsus olduğu qənaətinə gəldim. Sən də bunu edə bilərsən. Elə bu, mən soruşdum. Bu qədəri kifayət etdi ki, çobanın ürəyi sələmçinin ürəyinə çevrilsin. O cavab verdi. Axı mənim qazandığım onsuz da elə mənə məxsusdur. Əlaqəsi yoxdur, Əlqanis etiraz etdi. Məyər sən dərziyə pul ödəmirsən? Bəs səndəllər üçün çəkməçiyə? Məyər sən ərzağa pul ödəməli olmursan? Axı sən xərcə düşmədən Babildə yaşaya bilməzsən. Bu son ayda qazancından nə qədər vermisən? Bəs bir il ərzində sən özündən başqa hamıya pul ödəyirsən. Sənin qazancının hamısı başqalarının cibinə axır. Elə isə qul ol. Sahibinin sənə verməyə lazım gördüyü yemək və geyim üçün çalış. Əgər sən məvacibinin onda biri də olsa özü üçün kənara qoya bilsən, 10 ilə nə qədər pul yığa bilərsən? Mən riyazi biliklərimin köməyi ilə tez cavab verdim. Bir il qazandığım qədər. Bu doğru cavabın ancaq bir qismidir. O etiraz etdi. Yığdığın hər bir qızıl qəpik quluna çevrilib sənin üçün çalışmağa başlayır. Onun sənə qazandırdığı hər bir mis sikkə də qulunun oğlu kimi sənin üçün işləməyə başlayır. Onun mənə söylədikləri üzərində uzun müddət düşünüb anladım ki, burada dərin məna var və mən cəhd etməyə qərarına gəldim. Hər dəfə maaşımı alanda onun onda birini ayırıb saxlayırdım. Qəribəsi odur ki, əvvəlkindən pis dolanmırdım. Demək olar ki, mən heç bir fərq hiss etmədim. Yenə hər 10-cu qəpiyi yığmağa başladım. O vaxtaca mən buna alışdım və artıq mənə çətin deyildi. Arkad, sən dərsini yaxşı mənimsəmisən, o davam etdi. Əvvəlcə sən öz maaşından daha az pulla yaşamağı öyrəndin. Sonra məsləhət alınca ancaq o işi bilənə müraciət etməyi öyrəndin. Və nəhayət, sən öz qızılını sənin üçün işləməyə məcbur etdin. Sən pul yığmağı, saxlamağı və onu işlətməyi öyrəndin. Dəvələrin belə gücünün yetmədiyi ağırlığı qaldırmaq, öküzlərin belə yerindən tərpədə bilmədiyi arabanı çəkmək insanın iradəsinə verilib. İradə gücü, bax bu sadəcə olaraq qarşıya qoyulan məsələni həll etməyə məni məcbur edən çapardır. Və əgər bir insan aydınlığa açıqdırsa, bu ona görədir ki, o buna hazır imiş.